Bakıda qaynata gəlininə xəsarət yetirib. Lentazın məlumatına görə hadisə Xəzər rayonu Şüvəlan qəsəbəsi Mayak bağlarında qeydə alınıb. İttiham aktına görə 65 yaşlı Hacı Murad Əliyev 9-cu sinif buraxılışından 130 bal yığan nəvəsinə irad bildirib. Bu zaman onun gəlini kobud cavab qaytarıb və qaynata ilə gəlin arasında mübahisə yaranıb. Mübahisə zamanı Hacı Murad Əliyev stəkanı götürərək gəlinini atıb. Stəkan qadının üzünə dəyərək ona xəsarət yetirib. Faktla bağlı Hacı Murad Əliyev barəsində cinayət işi açılıb. Təqsirləndirilən şəxs ifadəsində əməlindən peşman olduğunu və zərər çəkənlə barışdığını bildirib. Zərər çəkən də həmçinin qaynatasına qarşı şikayət və tələbinin olmadığını deyib. Məhkəmənin qərarı ilə cinayət təqibinə xitam verilib və Hacı Murad Əliyev məsuliyyətdən azad olunub.